Salam dostlar. Bu videoda böyük axmaq nəzəriyyəsi, MicroStrategy və Bitcoin fırıldaqlıdır və eyni zamanda SpaceX-in IPO-su haqqında danışacağıq və bizi gözləyən maliyyə bazarındakı risklər haqqında danışacağıq. Videonun sonuna qədər izləyin. Əslində artıq maliyyə bazarının tam fərqli bir sferaya girdiyini biz görürük və detalları izah edəcəm. İlk öncə Michael Saylor'dan başlamaq istəyirəm. Bu şəxsi bir çox insan tanıyır. Ən böyük Bitcoin promotorlarından birisi idi. Çox ağıllı adamdır, MIT məzunudur. 1989-cu ildə MicroStrategy şirkətini qurur. MicroStrategy şirkəti də biznes analitikası satan bir şirkət idi. Sonra Microsoft'un belə deyək, o bazara girməsi, Salesforce'un güclənməsi ilə bir mənada MicroStrategy öz bazar payını itirmiş olur. Və yeri gəlmişək 2000-ci ildə bu adam əslində bir SEC tərəfindən cərmələnir. Hətta SEC bunu məhkəməyə verir. 2 il boyunca maliyyə hesabatlarını saxtalaşdırdığına görə. Ondan sonra SEC ilə, yəni Security Exchange Komitəsi ilə bir settlement razılaşma elan edirlər və $350 milyon cərimələ olunur bu şəxs. Ondan sonra 2020-ci ildə artıq təbii ki Bitcoin populyarlaşır. 2020-ci ildə bu adam deyir ki, belə deyək, 2020 pandemiyasında artıq likvid pulun su kimi belə deyək də bol olduğu bazarda bu adam deyir ki, gəlin belə də MicroStrategy-nin vəsaitlərini Bitcoin-ə yatıraq və bunun üçün də çox ağıllı bir strateji qurur əslində. Convertible notes, yəni çevrilə bilən istiqrazlar emisiya edir. Məsələn, investora deyir ki, bax, mənə məsələn $100 milyon borc ver, bunun qarşılığında istiqraz alırsan, mən məsələn cüzi faiz verəcəm, 0.5, 1% cüzi faizlər verəcəm. Çünki zaten orada istiqraz faizləri də çox aşağı idi. Və eyni zamanda bu çevrilə bilən istiqrazlarda sənə hüququ da verir ki, sən sabahların bu istiqrazları məsələn səhmə çevirə bilərsən. Məsələn, MicroStrategy-nin səhmi biri qiyməti tutaq ki $100 və ya $1000 idisə, sabahların bu $1400 olarsa, sən səhmləri çevirə biləcəksən, artıq belə deyək də səhmə çevirib $1000 səhmi $1400 satacaqsan, böyük bir gəlir əldə etmiş olacaqsan. Əslində bu kifayət qədər cazib bir təklif idi və bir çox investor da buna gedir. Öz investorlar yatırım edir, MicroStrategy kifayət qədər pul toplayır və bu topladığı pulla da Bitcoin alır. Və MicroStrategy-nin ortalama aldığı Bitcoin qiyməti təxminən $75-76 min ətrafındadır. Və eyni zamanda MicroStrategy imtiyazlı səhmlər də verir ki, nə qədər çox pul toplayırsan bazardan, o qədər çox Bitcoin alacaqsan və Bitcoin qiymətləri də yüksələcək. Və bu adam nə deyirdi? Deyirdi ki, mən Bitcoini özümlə qəbirə aparacağam. Mən heç vaxt Bitcoin satmayacağam. Əlavə olaraq da deyirdi ki, imkan varsa bövrəyinizi satın, amma Bitcoininizi satmayın. Baxın, belə bir insan, MIT məzunu bir insan, böyük belə deyək də şarlatanlıqla, narrativlə, saxta bir narrativlə məşğul idi. Və nə baş verir dostlar? Hal-hazırda bu adam deyir ki, bəli, management Bitcoin satmağı müzakirə edir. Çünki adamlar kifayət qədər zərərdədirlər və investorlar da bir mənada pulunu geri istəyir, bir qrupu belə deyək, pulunu geri istəyir. Səhmi zaten konvert edə bilmir, səhmlərin də qiyməti düşür. İndi bu pulu vermək üçün sizə belə deyək də pul lazımdır, liquidity lazım ki, investorların ən azından pulunu geri qaytara biləsiniz. Və son olaraq MicroStrategy-nin deməli maliyyə hesabatlarının belə xülasəsinə baxaq. Baxın, 2026-cı il, indi burada 2025-ci ildə belə deyək soxuşdurublar ki, güya ki orada daha az olsun, amma 2026-cı ilin birinci rübündə bu adamlar $14.46 milyard operating loss, əməliyyat zərəri ediblər, qəsəsə gətirin. Və net zərəri isə 2026-cı birinci rübü üçün net zərəri $12.77 milyard zərər ediblər. Qəsəsə gətirin. Halbuki insanları Bitcoin kulyası ilə, Bitcoin alın, Bitcoin gələcəkdir, nə bilim Bitcoininizi əsla satmayın deyən adam əslində böyük bir maliyyə fırıldağı quruldu. Yəni bunu bir çox insan görürdü. Amma maraqlı olan odur ki, yəni bu adamları promote edirlər və mənim son vaxtlar maliyyə bazarında gördüyüm ən böyük tendensiya, ən belə can sıxıcı tendensiya odur ki, böyük bir qrup, hətta dövlət tərəfindən dəstəklənilən bir şeydir, mən belə görürəm ki, həmin bu scammerları belə deyək, bu fırıldaqçıları promote edirlər. Pul yığırlar, hesablar partlayır, insanlar müflis olur və sonra deyirlər ki, canımız sağ olsun da. It's just a piece of paper. It's just money. O margin call-da deyir, diqqət edirsinizsə. Yəni sadəcə puldur da, kağız parçası da hər zaman belə olub, belə olacaq. Yəni bir qrup sanki sömürgəçiliklə ilə məşğul olur. Hə, indi gəlirəm ikinci bizim ən belə deyək hal-hazırda əslində Michael Saylor bir mənada imitasiya edən, amma təbii ki, real işlərlə məşğul olan ikinci bir şəxsimiz Elon Musk. Bilirsiniz, bu yaxında bu müəllim SpaceX-i IPO-ya çıxaracaq və $1.7 trilyon bir valuation gözlənilir. Deyəcəksiniz ki, bu nədir, necə olur, necə işləyir? Qısaca məlumat verim. Demək olsa bilirsiniz, Elon Musk son olaraq bir konglomerat yaradır əslində. Yəni SpaceX-i, o cümlədən də XAI birləşdirib, Starlink-i də birləşdirib, belə də bir konglomerat kimi təşkil edir insanlara ki, əslində siz SpaceX şirkətini alanda təkcə bir, belə deyək, kosmosa raket buraxan şirkəti almışsınız. Həm internet provider'ı almış olursunuz, həm bulut texnologiyası təşkil edən bir şirkəti almış olursunuz, həm süni intellekt şirkətini, həm data center, kosmosda data centerlar və s. qurmaq istəyir. Bu ideya, yəni bir şəbəkə, bir ekosistemi almış olursunuz. Bu şirkətin valuation'ını 1.7 trilyon, 1.7 trilyon dollar gözlənilir. Belə bir valuation gözlənilir. Bəs bu necə olur dostlar? Deməli şirkətin 12 iyunda IPO-su başlasıdır və JP Morgan, bu üzrə Goldman Sachs tərəfindən underwriting prosesi aparılır və nə edirlər? Təxminən 555 milyon səhm buraxasıdır və səhmin də birini $135 təşkil edəcəklər. 135 olsun 555 milyon, təxminən $75 milyard bir vəsait edir. Deyəcəksiniz, bəs 1.7 trilyon valuation hardansıdır? Dostlar, deməli, əslində burada biz maliyyə mühəndisliyi ilə məşğul olurlar.
deyək ki, 75 milyard dollar tutaq ki, IPO olundu, 75 milyard dollar vəsait yığıldı, səhmlər satıldı bir anda və bu vəsait yığıldı. Amma şirkətin özünün valuation daha böyük, 1,7 trilyon dollardır. Hansı ki, bunu da təxminən biz böləndə, həmin 135-i böləndə təxminən 13 milyard səhm çıxmış olur. Təbii ki, bu 13 milyard səhmin hamısı bazara soxulmur. Çünki bu 13 milyardın içərisində həm Elon Musk'ın özünün payı var, həm XAI şirkətində köhnədən olan investorların payı var. Yəni bütün o səhmləri, onları da nəzərə alanda şirkətin ümumi valuasiyası 1,7 trilyon dollara gəlib çıxır. Bəs niyə şirkət 555 milyon dollar bazara çıxarır? Təxminən ümumi səhmin 4-5%-ni, hətta 3-4%-ni bazara çıxarır. Niyə məsələn 20-30%-ni çıxarmır? Əslində burada çox ciddi bir belə deyək də marketinq strategiyası qurublar ki, biz tələbi az olsun, yəni səhm sayı az olsun, alıcı insanlar daha belə deyək də alıcı çox olsun ki, ay mən indi tez alım, sabah bu səhmi tapa bilmərəm tipindən bir tələb yaratmazdılar əslində. Amma ümumilikdə dediyim kimi baxanda o valuation-a çatanda ümumi səhm sayı 13 milyard dollar, 13 milyard səhm çıxmış o bazarda. Yəni bütün o payları alanda və indiki qiymətləndirmədən hesablayanda bir səhmi belə deyək 135 dollar hesablayanda 13 milyard səhm çıxmış olur bazarda. Amma ümumilikdə bunlar cəmi 3-4% bazara soxulurlar ki, belə deyək də o tələb yaransın. İndi bu layihə tutar mı, tutmaz mı? Gəlin ona baxaq. Dostlar, son olaraq SpaceX son 2025 və 2026-cı ildə 4 milyard dollar zərər edir şirkət. Yəni şirkət zərər edir, amma onun valuation-ı 1,7 trilyon dollar qiymətləndirilir. Bir digər tərəfdən dostlar, price to sale ratio-suna baxanda, bu valuation-da, yəni qiymət satış əmsalına baxanda multiplikator təxminən 92 gəlib çıxır. Baxın, bu ən dəyərli şirkətlər, Apple, Microsoft, Google, Nvidia-nın özündə belə maksimum price to sale ratio 35-40 ətrafında olur. Amma burada SpaceX deyir ki, mənim price to sale ratio bu valuation-da 92-yə gəlib çıxacaq və şirkət də bu belə deyək price to sale nisbəti ilə gözlənti odur ki, ilə 50-100%-ə yaxın gəlirlik vermiş olacaq hər il. Yəni bu qorxunc bir bağlı, qorxunc bir bağlıdır. Yəni bunu bir çox maliyyətçilər də, fondlar da, mesela Danimarkanın pensiya fondu və bir çox belə deyək də analitiklər də bunu deyir ki, bu əslində çox qorxunc bir valuation, yəni bura real görünmür. İndi burada digər bir problem odur ki, zaten SpaceX-in tarixçəsinə baxırsınız, SpaceX NASA-dan kontraktlar alıb, belə deyək, gəlirliyə keçə bilib. Və bunun da son olaraq ən böyük gəlirliyi də daha çox bu Starlink-dən olub ki, orada 10 milyona yaxın subscribers var. Gəlirinin 61%-i bu Starlink-dən olub. Starlink isə yəni qeyri-adi bir şey deyil. Yəni Amazonun özü də səhv etmirəmsə son olaraq o sektora girmək istəyir. Yəni bu rəqabətlə gələrsə, bu sadə rəqabətlə yaranarsa, bu valuation sabahları çökə bilər. Bir digər ən böyük problemləri dostlar, bizim son olaraq populyar olan şey var ki, mən ETF almışam, mən indeks fondlar almışam, çox rahatam. Çox da rahat olun dostlar. İndeks fondların arxasındakı riyazi belə deyək, formulları bilsəniz çox narahat ola bilərsiniz. İndi burada problem nədir? Deyə bilərsiniz ki, qardaş, nə problem var? Adam satdı, tutaq ki 75 milyard dollar vəsait topladı. Valuation istəyə olsun 5 trilyon dollar. Bunun real iqtisadiyyata yansıması nədir ki? Nə problem olacaq ki? İndi baxın, əsas təhlükə burdadır. Həmin o indeks fondları, deyək ki, Vanguard, nə bilim, Nasdaq 100 olsun, o fondlar onun üzərində, yəni o indekslər üzərində qurulmuş fondlar şirkətin real gəlirinə görə yatırım etmir. Orada formula odur ki, şirkətin market cap'ini nəzərə alırlar. Yəni market kapitalizasiyasını nəzərə alırlar. SpaceX əgər IPO edərsə, avtomatik olaraq o dediyim formuladan hesabdan dolayı, yəni 13 milyard olsun, 135 təxminən 1,7 trilyon dollar valuation gəlib çıxmış olur ki, bundan dolayı şirkət gəlib top bəlkə də 2-3-lükdə oturacaq həmin o S&P 500 indeksində və ya Nasdaqda top 2-3-lükdə oturacaq. Bundan əvvəl təbii ki, bir Nvidia-dır, Apple-dır. Yəni o səviyyəyə gəlib oturacaq. Belə olan halda da məcbur olub məsələn siz bir ETF-ə yatırım etdiyiniz zaman sizin yatırımınız və ya bir pensiya fondu ETF-ə yatırım etsə, deyək ki, bazara alıbsa, məsələn S&P-ni alıbsa, avtomatik nə baş verir? Sizin yatırımınızda ən böyük paylardan bir hissəsi gedib bu SpaceX-ə düşəcək. Və indi təsəvvür edin ki, SpaceX bu gəliri reallaşdıra bilmədi. Bir anda məsələn burada bir səhmdə düşüş olan kimi, market kapitalizasiyasında eniş olan kimi nə baş verəcək? Bu ETF-in də qiyməti kəskin düşə bilər və sistematik risk yarada bilər. Yəni bazar çökə bilər. Bəs bu həqiqətən SpaceX-də belə bir sistematik risk ola bilərmi? Təbii ki, ola bilər. Çünki dostlar, IPO olandan sonra təxminən 90 gün, 100 gün təxminən bu lock-up period olur. Yəni siz səhmi sata bilməzsiniz. Bir gözləmə müddəti olursunuz. Səhmin qiyməti 135-dən başlayır, bir anda 150 oldu, 160 oldu. İndi təkcə biz qanmırıq axı. Mənfəət əldə edən adamlar və ya insiderlar səhmləri sata bilər. Bu səhmləri satma nəticəsində bir kütləvi satış baskısı yarada bilər ki, bu valuation, yəni bu çökük partlayar. Və bu çöküyün partlamasından da bütün bazar enə bilər. Yəni sistematik risk budur. Təbii ki, bütün bazar da enirsə, dostlar, bu artıq real iqtisadiyyata sıçramaq olur. Necə? Çünki ETF-i, yəni Amerikan səhm bazarını aparan bizim 5-3 manatımız deyil. Böyük fondların vəsaitləridir. BlackRock olsun, Arvesinef fond olsun, pensiya fondları olsun. Bu fondları o sistematik risk yaranan ki, o qiymətlər düşən kimi onlara dərhal vəsaitlərini likvidasiya etməyə çalışırlar. Öz əsətlərini qorumağa çalışırlar və o avalans effekti, belə deyək, qarışqın üçün bazar çökə bilir və bir anda belə deyək, real və bu likvidlik sıxılmasından dolayı orada olan problem sonra real iqtisadiyyata sıçraya bilir. Və burada son olaraq yığışdırmağa çalışdığım nədir? Yəni çatdırmaq istədiyim çalışdığım nədir, belə deyək. Böyük axmaq nəzəriyyəsi var dostlar. Yəni maliyyə bazarında əslində belə işləyir. Yəni bütün mən baxıram ki, bir çox texnoloji şirkətləri hal-hazırda xüsusi intellekt və sair sahəsində şirkətlər bu formadan işləyir. Məsələn, bir biznes modelilə gəlirlər və deyirlər ki, bax bu biznes modelidir, budur, odur və s. Hələ real cash flow yoxdur. Sadəcə sənə gələcəyi satırlar və
Daha böyük axmaq axtarırlar ki, o axmaq gəlib yatırım etsin. O axmaqların sayı azaldıqca, azalanda sistem donur. Sistem donan kimi partlayış baş verir, o şar partlayır və bir avalans effekti yaradır. Və o çöküş sonra real iqtisadiyyata yansımış olur. Mən görürəm ki, getdikcə Amerikan stock market narrativlər üzərində gedir və reallıqdan qorxunc bir dərəcədə uzaqlaşmağa doğru gedir. Və deyəcəksiniz ki, bunu çox adam deyir, bu gün böhran olmur, niyə olmur, nə vaxt olacaq? Hamı deyir amma böhran olmur. Məsələ nə vaxt olacağı məsələsi deyil dostlar. Miqyas məsələsidir. Bu olarsa, inanın, bütün dünyaya böyük bir çöküş, yəni belə deyək də, o tsunami hər kəsi vurmuş olacaq. Mənim gördüyüm budur ki, əsla bu şeylərə getməyim. Mən space texnologiyası alıram, bu gələcəkdir, Elon Musk belədir falan. Dostlar, bununla bağlı bir videoda da hazırlamışdım YouTube'da. Enron məsələsində də. Enron da belə bir fırıldaqlıq qurmuşdu və Enron bir jurnalistin sözü ilə, sualıyla bir həftə içərisində çökdü. Yəni SpaceX-də ortada heç bir şey yoxdur. Sadəcə xəyal satmaqla məşğul oldular. Və o Big Tech-dəki adamlar əslində heç də təmiz adamlar deyil. Həqiqətən artıq bir çox görürük ki, kifayət qədər manipulativ və fırıldaqla məşğul olan insandır. Ola bilər çox qabiliyyətli insanlardır, real iş görə bilən insanlardır. Amma danışdıqları hekayələr gördükləri işlərdən çox uzaqdır. Və bundan dolayı ki, Peter Thiel belə Amerikanı tərk etdi. Belə dostlar, yəni bu narrativi dəstəkləyən bir şey də dediyim kimi, hətta Amerikan hökumətinin özü belə bu narrativi dəstəkləməyə çalışır. Çünki Amerikan iqtisadiyyatı hal-hazırda sanki boğulur bir samat çöpündən. Yəni o stok marketdən tutub qalıb ki, aman stok market aşağı düşməsin. Nə olur olsun stok market aşağı düşməsin. Çünki stok market aşağı düşərsə kapital altılı olar, kapital sıfır ola bilər və sistem dona bilər. Ağıllı adamlar əslində Amerikan stok marketdən, ya ümumiyyətlə Amerikan əssetlərindən uzaq durmaq lazımdır. Tam səmimi deyirəm. Amerikan əssetlərindən uzaq durmaq lazımdır. Ya da yatırım edirsinizsə, kiçik betlər eləyin, loteriya kimi. Biri tutarsa nə gözəl. Amma böyük yatırım etmək üçün Amerikan səhəm bazarı çox problemlidir. Nə qədər qazanacağınız yox, nə qədər itirəcəyinizi düşünərək yatırım edin. Bu qədər. Ümid edirəm faydalı olmuşdur.